Salam əziz və hörmətli Qaradağ səfhəsini izləyən dostlara, Azərbaycan sevən millətimizə və əzizlərimə. O cür ki, bilirsiniz, keçən 2 ayda və məxsusən bu keçən həftənin içində Azərbaycanın müxtəlif şəhərlərində çox tədadlı Azərbaycan sevən və milli fəallarımızı tutublar və bu görsədik ki, bir dənə mərkəzi təsmin bunun dalında vardı və Tehrandan bu hidayət olub. Niyə ki, təqribən həmzəman Şərqi, Qərbi, Ərdəbil, Gilan, Tehran, Kərəc və ehtimalən ayrı ustanlarda və şəhərlərdə bu tutqular şəkil tapıbdı. Bu bazdaşların neçə dənə vicəçisi vardı, xüsusiyyəti vardı ki, şayad bir miqdar keçmişdəki bu baskılara, tutqulara baxanda bir miqdar fərqi var. Əvvəlcisi elə bu həmzəman neçə dənə ustandə olmaqdır ki, bu bir görsədik ki, bir siyasi təsmin var və mərkəzdən və Tehrandan bu hidayət olubdur. İkinci bu ki, bu tutulan əzizlərimizin çoxun o Hövzə-i Qəzaidən ayrı Hövzə-i Qəzaiyə aparıblar. Yəni, məsələn, Rəşdə ya Ərdəbildə ya ayrı şəhərlərdə tutulubdur, Tehrana müntəqil eləyiblər, ya Astarada tutulubdur, Rəşdə müntəqil eləyiblər. Yenə bu görsədik ki, bunun dalında bir mərkəzi təsmin vardı və bərnamə üzü ilə bu tutqular şəkil tapıbdır. Üçüncü məsələ ki, qanun ayni dadirəsi də bunu deyir ki, hər müttəhəm tutulandan sonra gərək təfhim ittiham ola və buna icazə vəkil tutmaq verələr. O cür ki, bir yenicə görsədibdir və xanəvadələr danışıbdır. Bunların heç birinə o icazəni verməyiblər bir yenicə ki, azad bir vəkil tutalar və ya öz ittihamların, təfhim olmuş ittihamların xanəvadələrinə deyələr. Məraciə rəsmi də bir yenicət bir qəşəng, necə deyirlər, ittila rəsani eləməyibdir. Fəqət bəzi sipaha vabəstə saytlara, cümlə Xəbərguzari Fars deyib, Xəbərguzari Təsnim və Fars deyiblər ki, bir dənə casusi şəbəkə Azərbaycana bağlı tutulub deyir ki, buna da heç bir cüz'i və adamların adı ya izafə tozih verilməyib. Bu tutulan milli fəallar demək olar ki, həddəksər xəbərsizçilikdə əlan saxlayıblar. Çox az, yəni bir dəfə ya hətta olmayıbdı xanəvadəsi ilə təmas tuta və əgər təmas da tutsa icazə verməyiblər. Çox danışa ya o ittihamı ki, buna varid eləyiblər o mövzuda danışa. Bu görsədik ki, bunları infiradə saxlayıblar, fişar altındadılar və bunlardan istəyirlər öz əleyhlərinə etiraf alalar və bu ki, hələ bir yenicə bunların ittihamların aşkar surətində deməyiblər və özlərinə də icazə verməyiblər ki, vəkil tutalar. Təbiətən görsədik ki, bu fişarlardan istəyirlər istifadə eləyələr və etiraf icbari eləyələr və soxla bundan bəhrəbərdari eləyələr bunların əleyhlərinə. Tutulanların tərkibində bir seri əməlgəra və tanınmış milli fəallardan vardı. Məsələn, Yürüş Mehrəli bəyli cənabları, İbrahim Savallan, Hacı Əzimi Qədim, Səid Minai, Vədud Əsədi və bu tip əzizlərdən, milli fəallardan ki, həmişə Azərbaycanın milli mənafeleриndən aşkar surətində difa eləyiblər və əvvəlin barları da 4 tutulubdur. Bunların kənarında bir seri ayrı əzizlərdən tutulub ki, əvvəlin barlarıdır və bunlar fəqət Azərbaycan sevəndilər. Şayad məsələn bir dənə Instagram səhifəsi yola hərdən Azərbaycan orta mətləb qoyalım. Bu əzizlər milli fəal olaraq ya Azərbaycan sevər olaraq heç biri mühüm həyati ya həssas bir nəhadda işləməyirlər. Əsnadı sirri, bekulli sirri ya təbəqəbəndi şodiyə əlləri çatmayır. Liza ittihamı casusi bunların heç birinə yapışmaz. Bunlar milli fəallardılar, Azərbaycan sevərdilər, milli mənafedən və millətdən difa eləyirlər və əksəriyyəti də sözün aşkar surətində deyil. Buna görə gizlin bir hərəkət bunlarda yoxdur ki, bunlara bir əmniyyəti ittiham vuralar. Amma bu üçün niyə Cümhur İslamının əmniyyəti orqanları əl-anki şəraitdə gəliblər və bu hərəkətə əl vurublar və belə çox tədadlı Azərbaycan milli fəallarına baskı və fişar gəlirlər. Mən fikir edirəm ki, bunu 2 hövzədə gərək bərrəsi eləyək. Biri Cümhur İslamının daxili vəziyyətidir, cəryanhay opozisyon və cəryanı ki, bərəndazı ünvanında danışılır, yəni Cümhur İslamını yıxmaq ünvanında danışılır və biri də vəziyyəti xarici və beynəlmiləli və məntəqəyi Cümhur İslami qalibində təhlil olmalıdır. Daxili və içəri baxımdan, o cür ki, əzizlər hamı bilik,
Keçən bir ildə opozisiyon qurumları, yəni onlar üçün müddəi idilər, biz alternativ ol Cümhur İslamiyə. Bunlar öz içlərində ixtilaf düşdü əsası surətində və təqribən cərəyan ki, eləyə bilərdi, milləti bir hərəkətə gətirə və Cümhur İslamın əleyhinə içəridə və xaricdə fişar gələ və həddəqəl bəraندازının müqəddəməsin başlaya və Cümhur İslamının bu zəif şəraitində eləyə bilər bu Cümhur İslamidən soğuşmağı bəstərsazi eləyə, bunlar ixtilafa düşdülər və zəiflədilər. Bunun qırağında ancaq biz görürük ki, etniki fəaliyyətlər qəviləşir və əhzab və təşəkküllər şəkil tapır və insicam tapırlar. Keçən bir ilin içində Azərbaycanın milli fəalları İrandan eşikdə həddəqəl 3 dənə böyük təcəmmü yola salıblar. Belçikdə, Almanda, Sueddə və çox tədadlı cələsələrdə, hüquqi bəşəri cələsələrdə, Sazman Miləllə mürtəbit olan orqanlarda, Avropanın ya beynəlmiləli rəsanələrdə və müxtəlif seminarlarda, mitinqlərdə şirkət eləyiblər və Azərbaycanın istəklərin və o fişarı ki, millətçilərə və Azərbaycanın milli fəallarının əleyhinə vardı, bunu eləyə biliblər, beynəlmiləli məcamilərə yetirələr. Əlavə bər Azərbaycan görürük ki, o birisi etniklərin içində də, bəluçların içində də fəaliyyət çox şəddidləşibdir. Əl-Əhvaz ərəblərinin üstündə də insicam tapıbdır. Hətta Qəşqaistan türkləri insicam tapıblar, təşəkküllərini tapıblar. Azərbaycanda görürük ki, millətin oyanışı çox sürətlə gedək qabağa və hətta medialarda biz görürük ki, hətta onlar ki, siyasi fəaliyyət eləməklər, o muhtəvayı ki, dünənincə farsı dilində ya Fazəri dilində bir istilah cürrəyidilər, əlan çalışırlar ki, kamilən türkçi və Azərbaycan dilində cürrəyalar və millət də bundan istiqbal eləyik. Və bu bahis olub ki, biləxərə o orqanhay siyasi və əmniyyəti bunu başa düşərlər ki, içəridə bir dənə şikaf açılıb və bu eləyə bilər milli vəhdəti və hakimiyyəti insicamı ölkədə, kəşvərdə aradan apara və bəraندازını bir ayrı şəkildə ki, eləyə bilər bu furupaşi coğrafiyayı və hətta təciyə İran ola ya şəklə hökuməti mərkəzgəraydan gələ və məsələn federalizm ya ayrı bir şəklə hökuməti qeyri-mərkəzgəra tozu qüdrət etniklərin içində şəkil verə. Etniki fəaliyyətlər və milli fəallar, milli deyəndə etniki milli, yəni qeyri-fars ya millətlərin fəaliyyəti İran coğrafiyasında və onun tərəfdarları İrandan eşikdə fəaliyyətləri bunu göstərir ki, bir təzə opozisiyon hökuməti mərkəzi əleyhinə şəkil tapır ki, bu eləyə bilər həm Cümhur İslamidən soğuşa və həm faşizm və mərkəzgərayı hökumətləri qoya qırağa. Əlbəttə, bu ola bilər İranın təciyyəsi ilə qutara, ya ola bilər qeyri-mərkəzgəra bir hökumət və federalizm ya konfederalizm qalibində həm millətlərin istəyi onun içində ola və həm bu ki, o insicami milli bir ayrı şəkildə özün görsədə ki, bu nə Babı-Meyli hökuməti Cümhur İslamidir və nə cərəyan İran şəhri və onları ki, bastangərayanə faşizmin əsasında millətləri hoviyyətlərin inkar eləyirlər və mübarizə eləyirlər qeyri-fars nasionalizmi ilə İran coğrafiyasında. Ancaq xarici və məntəqəyi baxımdan ki, ola bilər Cümhur İslami bunu nəzərdə almışla gələ və bu milli fəalları tutalar. Bu da yenə iki qismətə mənim nəzərimə təqsim olub. Biri bu ki, Cümhur İslamının məntəqəyi və niyabəti qurumları bu günlər çox belə ağır fişar altındadılar. Gündə tələfat verirlər Suriyədə, Filistində, Lübnanda və ta hududi Əraq və Yəməndə və vəziyyət çox Cümhur İslamiyə pis qabağa gedək və demək olar ki, o səlabəti, qüdrəti, iqtidarı o ki, indiyincə təbliğ eləydi, bunların hamısı sual altında gedibdir. Bəs bu istəyi bir dənə ayrı cərəyan daxildə ki, əli açıq tərdə bunları fişar və baskı altında qoymaqla bir miqdar özünə iqtidar qazana və tərəfdarların razı saxlaya.
Bu əsasda Azərbaycan Milli Hərəkatı batəvəccühlü bu ki, həm böyük bir hərəkətdir, həm benoyi türk millətləri və Cümhuriyyət Azərbaycana bunu vəsl eləyə bilirlər və istəyirlər bundan bəhrəbərdari eləyərlər. O birisi tərəfdən Cümhuriyyət Azərbaycanda Cümhuri İslamının yolunu bağlı olması nüfuzda bais olub ki, bir miqdar xəbasətlə buna baxalar və Cümhuriyyət Azərbaycanın əleyhinə də bu bir hərəkətdir. Buna babətdən ki, əvvələn Cümhuriyyət Azərbaycan təzəlikdə Cümhuri İslamın neçə dənə casusi şəbəkəsini əsnadla tutubdur və xub onun müqabilində bunlar da istəyirlər, deyirlər ki, biz də Azərbaycana bağlı tərəfdarları tutmuşuq və o birisi tərəfdən Azərbaycan səfarətxanasına, səfirliyinə terroristi iqdam ki, keçən il əncam tapdı və bir nəfər şəhid oldu, deyəcək, iştibah eləməsəm, həddəqəl bir nəfər şəhid oldu səfirlikdə ki, təzə də o mühacimin, terroristin mühakiməsi oldu. Xub, bunların hamısını bir-birinin yanında qoymaqdan və bu iki eləyə bilərlər, Azərbaycana fişar gələrlər. Həm o casuslar ki, Cümhuri İslamının çox tedadlı ittilaati orqanlarının və şəbəkələrinin içindən tutulubdur. Onlara bir dənə imtiyaz alalar, şayət məsələn azadçılığı əsasında çalışarlar, o birisi tərəfdən Azərbaycanı bədnam eləyərlər və özlərinə iqtidar qazanarlar, gəlirlər və Güney Azərbaycanın milli fəallarını çox tedadda tutuylar və Cümhuri İslamın orqanları çalışacaqlar ki, bu milli fəallara əmniyyəti ittiham vurarlar və ehtimalən bunları Cümhuriyyət Azərbaycana vəsl eləyərlər və hətta casusi ittihamı ilə bunları müvaciə eləyərlər. O cür ki, sipaha vabəstə xəbərguzarilər o əvvəl günlər göstərdilər. Xub, təbiətən bunların heç biri casus ola bilməz. Əslən bu milli fəallar üçün heç dəstrəsiləri ittilata yoxdur. Casus o yerdə olar ki, dəstrəsi vardı təbəqəbəndi şuda ittilata və casusi usulən bir dənə gizlin işdir. Milli fəallar aşikar işləyirlər. Bunların hətta o ki, adsız-sansız milli fəaldır. Səfəsi var ki, öz səfəsində özün milli fəal ya Azərbaycan sevər görsədir. Bəs bu heç vaxt casus ola bilməz. Bu əziz milli fəallarımız ki, tutulublar. Bunların heç birinə əmniyyəti ittiham yapışmaz. Bunlar hamısı fəaliyyətləri aşikardır, hamısının səfəsi vardır və bu səfələrində özlərin Azərbaycan sevər və ya millətçi və Güney Azərbaycanın milli mənafeyin əsasında fəaliyyətlərin aşikar surətində bəyan eləyiblər. Bunların sözləri Azərbaycanın mədəni hüquqlarıdır, ana dilidir, Urmiya gölüdür, istimar yolu və Azərbaycan sirvətləri talanı bunlar mövriddə olubdur və aşikar surətində hamısının səfəsi vardır. Liza bunlara ittihamı casusi ki, mahiyyətən bir gizlin və məxfi bir işdir, heç biri bunlara yapışmaz. Belə nəzərə gəlir ki, Cümhuri İslamının əmniyyəti orqanları ya o siyasi təsmin tutanları bundan nigarandılar ki, Azərbaycan ilhambəxş ola ayrı millətlərə, yəni coğrafiyayı İranda yaşayan ayrı millətlərə və bu haqq tələbi, ədalətxahi, hətta mərkəzi məntəqələrdə də istiqlalxahi əsasında gedə qabağa. Biz əylən görürük ki, hətta İsfahanda da istiqlalxahi pərçəmi qalxı üstə. Təbiətən bunu günbəgün müxtəlif yerlərdə görəcəyik ki, İlanda, Mazəndəranda, Etrikay, qeyri-Farsun içində, hətta ehtimalən bəzi Fars qurumlarında içində ki, ehtimal istiqlal burada ola bilər. Bunlarda da görəcəyik ki, bu təbiətən həm hakimiyyəti nigaran eləyir və həm də faşizmi, İran şəhri və mərkəzgəranı.